Gözümə at ləpirləri dəymişdi və izi tutub mübarizlərə çatmağa ümid edirdim. Xeyli getdim. İzlər setraya girəndən sonra seyrəlmişdi. Bəzən silinir, tez-tez yoxa çıxırdı. Günorta əmin oldum ki, azmışam. Çoxdan açmış bir ağacın üstündə oturdum. Kitabları açdım. Müjdələnmiş. Deməliyəm ki, bu kitabdan çox şey gözləmə. Əsas bilməli olduğun şeylər hər insan kimi sənin də daxilində fitrətən mövcuddur. Tövsiyə edirəm, möhkəm ol və çox qorx. Qaranlıqdan qaçırsan, amma o əl çəkməyəcək, səni geri çəkməyə çalışacaq. Bu kitabı yazanda çox narahat olmuşdum ki, sənə hansı sözləri deməliyəm. Amma aram tapanda sənə ilk addım kimi qorxmağı tapşırıram. Ümidsiz ol demirəm, amma eyni zamanda qorx deyirəm. Hər şeyini, xax-sacı itirməkdən qorx. Ona müharibə elan etməkdən, sevgisini itirməkdən qorx. Belə gözəl dostu itirməkdən qorx. Ləçəkləri qırmızı və qara olan laləni dərmisənmi heç? Ləçəkləri düşməsin deyə necə incəlik, zərafətlə dərirsənsə, ondan daha çox səy və diqqətlə sevgisini itirməməyə çalış. Yoxsa peşman olarsan. Aman peşmanlıqdan. Özünə elə qəzəblənib, elə nifrət edərsən ki, deyə biləcəyin yeganə söz mən necə də zalımam olar. Həm özünə, həm də xaxsaca qarşı zalım olarsan. Sənə həmişə yaxşılıq edənə arxa çevirməkdən qorx ki, onun axı niyə sualına cavabın olmaz. Bəs birdən cavab verməyəndə elədiklərini sadalamağa başlasa, onda necə? Xoş sevib sevilənlərin halına. Heyif qəzəblənib, qəzəbə tuş gələnlərin halına. Qorx ey dostum, qorx və təfəkkür etməyi və təşəkkür etməyi unutma. Azdığımı unudub hələ xeyli oxuyardım, at ayaqlarının səsini eşitməsəydim. Taleyimə təslim olub gəlmələrini gözlədim. 4 atlı idi. Mexdi-Gileğdəki əsirin zirihindən qurşanmışdılar, atlarını saxlayıb düşdülər. Biri 60, qalanları uzağı 30-35 yaşlarında olardılar. Cavanlardan biri Kuronca tez-tez nəsə dedi. Arada mənə tanış olan Bisnis kəlməsini və adımı eşidəndə məni tanıdıqlarını gördüm. Təriqətimizdən xəbərdar olmaları qəribə deyildi. Çox açıq idik və heç nədən gizlənmirdik. Yəni çəkinmirdilər. Artıq mən onlardan deyildim. Halbuki 59-cu dərəcəyə çatmış olsam da, bu Kuron təşkilatı haqqında heç nə bilmirdim. Təmiz və yaraşıqlı üzləri vardı. Başlarına, alınlarının üstündən mavi, qırmızı, sarı, yaşıl parçalar bağlamışdılar. Mənə elə gəldi ki, bu rütbə göstəricisidir, amma Fedağın nə zirehi, nə də başında bu cür rəngli parçası vardı. Sonradan öyrəndim ki, bu bağladıqlarına zağ deyirlər. Yaşlı olan qırmızı zağ bağlamışdı. Mənə yaxınlaşıb Pune dilində dedi. Səni tanıyırıq, Kros. Gümrah Kros. Alovun yetirməsi. Mənə gümrah dedikləri üçün özümü təhqir olunmuş kimi hiss etdim. İncik tövrlə dedim. Artıq gümrah deyiləm. Setrada nə işim var? Xurcunumda Claudius'un əmanəti var. Əmanəti mənə Fedağ verib. Gözləri bərəldi. Dönüb yanındakilərə baxdı. Sonra məni başdan ayağa süzüb şübhə ilə söylədi. Yəni, deyirsən, müjdələnmişsən sən? Müjdələnmiş olduğumu Fedağ söylədi. Üstəlik kitabda yazılanlar da sanki birbaşa mənə deyilir. Dördü də qılıncını sıyırdı. Qırmızı zağ bağlayan davam etdi. Bir neçə saat əvvəl bir dostumuz Fedağın xəbərini gətirdi. Biz də qatillərini axtarırdıq. Deməli, kitabları oxurlamısın, hə?
Fedaq ölümündən əvvəl mənə müjdələnmiş olduğumu dedi. Yaşıl bağlayan arıq cavan dedi. Gözlərini bağlayıb Ağaq Pağın yanına aparaq. Qırmızı zağlı, axtardığımız qatil budur, söylədi. Mavi zağlı dilləndi. Qoy qərarı Ağaq Pağ versin. Qırmızı zağlı, qılıncını at Kross, dedi. Qərarı liderimiz verəcək. Tərəddüdlə soruşdum. Siz xas Fağandur katlarsınız? Biz Nupeyğıslaq katlarıyıq. Sizi və Nupeyğıslağı tanımıram. Tutun bunu, qırmızı zağlı qışqırdı. Qılıncımı sıyırdım. Bilmirdim nə qərar verim. Məni araya aldılar. Özümü qorumağa başladım. Çalışırdım onlara zərər verməyim. Birini sinəsindən itələyib yıxdım. Digəri baldırıma təpik vurdu. Dizim yerə dəydi. Üçüncünün zərbəsini diz üstə qarşıladım. Bu an yaşlı döyüşçü qılıncını qaldırmış, müdafiəsiz qalmışdım. Niyyəti məni çiynimdən ağır yaralamaq imiş. Qılıncı havanı sürətlə yarıb çiynimə doğru gələndə Kladiusun xəyalı qan tökənlə onun qılıncına elə möhkəm zərbə vurdu ki, silahı cingilti ilə yerə düşdü. Donub qaldı. Deyəsən, Kladiusu təkcə mən görürdüm. Barmağını dodaqlarının üstünə qoyub, sakit durmağıma işarə edəndə səssiz və ürəkdən gülürdü. Mən də gülürdüm. Bütün diqqətim onda idi. Elə bu an arxadan boynuma vurulan küt zərbədən huşumu itirdim. Yavaş-yavaş özümə gələndə, üzü qoyulu, atın belinə aşındığımı, yəhərin qaşının qarnımı incitdiyini hiss elədim. Gözlərim bağlı idi. Əllərim arxadan çatılmışdı. Başım ağrıyırdı. Ağrının şiddətindən yenidən huşumu itirdim. Bu səfər xoş bir qoxuya ayıldım. At üstündə deyildim. Yerdə uzanmışdım. Qollarım arxadan bağlı olsa da gözlərim açıq idi. Kimsə ətirli parça ilə məni ayıltmışdı. Qolumdan da dartıb qaldırdı. Bir çadırda diz üstə oturmuş vəziyyətdə. Özümə gəldim. Qarşımda ahıllıqla qocalıq arasında olan kişi oturmuşdu. Əynində qalın mavi ziri, sinəsində əl boyda sarı aslan təsviri, ayaqlarında parlaq qara çəkmələr, başında isə bir lələkli mavi və zümrüdü rəngli uzun dəbilqa vardı. Alçaq taxta əyləşmişdi. Qızıllı çəliyinin gövdəsi, qılıncı, dəstəyi, sümbülü xatırladırdı. O məni qaldıran kata çıxmağı əmr etdi. Adam çıxan kimi tələsik qollarımı açdı və qabağımda yerdə əyləşdi, sevincək dedi. Xoş gəlmisən, müjdələnmiş. Təəccüb içində soruşdum. Siz kimsiniz? Güldü. Ay saqqalı ağarmış, danışacağam, tələsmə. De görüm, rahatsan, nəsə istəyirsən? Heç nə anlamırdım. Bilmək istəyirəm, dedim. O bir qədər fikirləşəndən sonra dedi. Kuron qəbiləsinin meşə ruhları bölüyünün sərkərdəsi Kladius hər şeyə rəğmən katların ardınca fitnə yuvasına getdi.